Ötən verilişimizdə Azərbaycanda, mediada, ictimaiyyətin aylarla danışdığı, qatilin aylarla azadlıqda gəzdiyi bir cinayət işindən danışmışdıq və bu cinayət işini sona çatdıra bilməmişdik. Dövlət xidmətinin rəis müavini işləmiş, xalası oğlu nazir olmuş biznesmen Füzuli İskəndərovun öz evinin birinci mərtəbəsində, qarajında 20 bıçaq zərbəsi ilə öldürülmüş meyidinin tapılması işi. Artıq prosesin 5-ci ayında idik. İş rayon prokurorluğuna alınaraq şəhər prokurorluğuna gətirilmişdi və bu cinayət işində müstəntiq Müşfiq Abbasov bir neçə ipucu tapmışdı. Ayaqqabının eyni tayı ilə salınmış saxta izlər, həmin ayaqqabının Füzuli İskəndərovun həyətində yandırıldığı ocağın külü və digər ipucular əksər şübhələri onun ailə üzvlərinin üzərinə, daha dəqiq desək, həyat yoldaşı Xalidə İskəndərovanın üzərinə gətirmişdi. Xüsusilə də böyük qızının verdiyi ifadələr anasından şübhələnməsi və atasının ayrı sevgilisinin olduğunu deməsi artıq bu müəmmalı cinayət işində bir dan yerinə çevrilirdi. Mərhumun böyük qızı deyirdi ki, atası və anası arasında atasının digər sevgilisinə görə dəfələrlə problem yaşanıb. Artıq müstəntiqdə bir əminlik formalaşmaqda idi ki, Füzuli İskəndərovu öz həyat yoldaşı öldürüb, yaxud da onun birbaşa iştirakı ilə baş verib bu qətil. İndi qalırdı əsas məsələ, sübutlar. Bir də niyə, necə, bu hadisə niyə, necə törədilib? Bütün bunların cavabını tapmaq, daha doğrusu təsdiqini həyatda görmək üçün müstəntiq aidiyyatı orqanlara Xalidə İskəndərovanın telefon zənglərinin dinlənməsi barədə müraciət edir. Bu icazə alındıqdan sonra dəhşətli faktlar üzə çıxır. Telefon danışıqlarının dinlənilməsi prosesində bəlli olur ki, Xalidə İskəndərova qətl hadisəsindən sonra ən çox həmin zaman Türkiyədə hərbi atəşi olan qardaşı ilə mütəmadi telefonda danışıb. Həmin vaxtı qardaşı Azərbaycana gəlib, hətta dəfələrlə müstəntiqlə görüşüb, cinayət işinin tezliklə açılmasını tələb edib, bununla yanaşı hətta yuxarı orqanlara dəfələrlə cinayət işinin gec açılması, yubanması barədə şikayətlər də yazıb. Xalidə İskəndərova həmin qardaşı ilə telefonda danışarkən hər nə qədər parolla gizli danışmaq istəsə də peşəkar müstəntiq məsələni anlayırdı. Məsələn, Xalidə İskəndərova tez-tez qardaşına deyirmiş ki, deyəsən bu məndən şübhələnir. Görəsən, bundan canımı necə qurtaracam? Onların söhbətlərinin bütün mövzusu cinayətkarın tapılması üzrə deyil, indi nə edəcəyik, nə etməliyik, davamında necə davranmalıyıq kimi üstörtülü məqamlar üzərindən gedirdi. Bütün bunlardan sonra hətta Xalidə İskəndərova özünə vəkil də tutur. Müstəntiqi hələ də narahat eləməkdə olan isə ən ciddi problem hadisə yerindən tapılan qan nümunəsi idi. Yeganə deşifrə eləyə bilmədiyi məqam məhz bu idi. Axı o qan kimə məxsus idi və hadisə yerində kim olmuşdu ki, istintaq onu müəyyən eləyə bilmirdi. Tutaq ki, Füzuli İskəndərovu arvadı Xalidə İskəndərova öldürüb. Axı qadının qan qrupu -4 deyil. Bu nadir qan qrupuna aid şəxs kim idi və həmin gecə o hadisə yerində niyə olmuşdu və necə gizlənir? Ən ağır sualın üzərinə gedən müstəntiq Müşfiq Abbasov bunun üçün baş prokurorun icazəsi ilə işin ilk müstəntiqi olan Nizami rayon prokurorluğunun müstəntiqini dindirməyə dəvət edir. Dindirmə zamanı müstəntiq etiraf edir ki, həmin qan nümunələrini ona hazırda bizim verilişdə adlarının çəkilməsinin həll edici olmadığı üçün çəkmədiyimiz əməliyyatçılar tərəfindən verilib. Həmin kriminalistlər dərhal dəvət olunur və izahatları götürülür və bəlli olur ki, 22 qan nümunəsi, yəni Füzuli İskəndərova məxsus olan bütün qan nümunələri bir kriminalistin imzası ilə, yalnız 4-cü qan qrupuna aid nümunə isə başqa bir kriminalistin imzası ilə yazılıb. O da müəyyən edilir ki, həmin qan nümunəsi bilərəkdən hadisə yerinə atılıb, yaxud da sübut saxtalaşdırılıb. Məhz bu fakta görə də həmin şəxslər barədə də cinayət işi ayrılır və digər icraata qəbul olunur. Qətl anında həmin yerdə -4 qan qrupuna aid kimsə olmayıb. İndi isə gələk qətl gününə. Hələ ki bizə
qətl günü ilə bağlı nə bəlli idi? Həmin gecə saat 1 radələrində Füzuli İskəndərovun evindən şəhər telefonu ilə 2 ünvandan danışılıb. Bir, Xalidə İskəndərovanın anasının evi, digəri isə bir həkimin evi. Bu barədə sual verilərkən Xalidə İskəndərova cavab verir ki, bəli, həmin gecə anamın halı pisləşmişdi. Bu barədə mənə xəbər verdilər, mən də əlamətləri ailəmizin tanışı olan həkimə dedim. Həkim isə məsləhət bildi ki, təcili yardıma zəng edim. Mən də belə etdim. Bəs nə əcəb özünüz ananız gilə getmədi sualına isə Xalidə xanım cavab verir ki, Füzuli müəllim toydan gəlmişdi, biraz içmişdi. Mən ona dedim, o məni aparmadı. Əslində isə çoxdan hazır olmuş bir tonqalın qığılcımı məhz bu söhbətdən sonra baş veribmiş. Axı tonqala atəşin nə ilə salınması çox da əhəmiyyət daşımır. İstər kibrit çöpü, istərsə məşəl. Tonqal alışdısa, bitdi. Bəs qığılcımdan sonra evdə nələr və necə baş vermişdi? Bunu bizə kim danışa bilərdi? Evin 15 yaşlı qızı. Təbii ki, onun anasının hökmündən, qorxusundan kənarda qanunun tələblərinə uyğun ifadə verilməsi təşkil oluna bilsə. Səbail rayon qəyyumluq orqanından əməkdaş dəvət olunur və qız istintaqa etiraflar eləməyə başlayır. Bəli, indi gələk Azərbaycan mediasının aylarla, illərlə gündəmindən düşməyən qətlin baş verdiyi həmin gecəyə. Evin kiçik qızı deyir ki, həmin gecə atamla anam səhərə qədər dalaşdı. Hətta bir-birlərinə elə ağır sözlər deyirdilər ki, elə bağırırdılar ki, mən həmin təhqirləri eşitməmək üçün qulaqlarımı tuturdum. Səhər yaxın birdən bağırtı və inilti eşitdim. Bu iniltidən sonra qız evin içindən birbaşa inilti gələn yerə, qaraja düşür və dəhşətli bir mənzərə görür. Atası qan içində maşının yanında yerə uzanıb, anasının əlində bıçaq var. Anasının üst-başı qan içindədir və o özündə deyil, özü ilə danışır. Qız deyir ki, mən bunları görəndə qışqırdım. Qışqıranda sanki anam özünə gəldi. Dedi ki, qışqırma, qonşular eşitməsin. Atan ölüb və biz bu işin altından çıxmalıyıq. Özümüzü yaralamalıyıq. Sonra məni yuxarı qaldırdı. Daha sonra özünə gəlmiş Xalidə İskəndərova qızının kompüterinin Skype proqramı vasitəsilə Türkiyəyə, orada hərbi ateşə vəzifəsində olan qardaşına zəng edir. Bundan sonra isə vəziyyəti aylarla qarışdıran, cinayətin aşkara çıxmasını cəngələ salan hadisələr baş verir. Qətlin davamında nə etmək lazımdırsa, artıq Xalidə İskəndərovanın qardaşı istiqamət verir. Qətl baş verən yerə saxta sübutlar, izi itirmək üçün saxta dəlillər salınır. Həmin -4 qan qrupuna aid nümunə də məhz Xalidə İskəndərovanın qardaşının planına uyğun keçmiş hüquq mühafizə orqanları əməkdaşları tərəfindən atılır. İstintaq başladığı gündən Füzuli İskəndərovun əzizləri, yəni ailənin ata tərəfi iddia edir ki, onu arvadı öldürüb. Çünki Xalidə İskəndərova dəfələrlə qaynatasına deyib ki, sənin oğlun mənim əlimdə öləcək. Və bu ailə qadının hikkəsinə bələd imiş. Artıq müstəntiq bütün sübutlarla qətli Xalidə İskəndərovanın törətdiyinə əmin idi. Xalidə İskəndərova da əmin idi ki, müstəntiqin əlində artıq təzyiq edilməz dəlillər var və artıq o həbs olunmağın bir addımlığındadır. Bu zaman qarşı tərəf başqa bir yola əl atır. Müstəntiqə əvvəlcədən ən səmimi və ən vacib açıqlamalar verən evin böyük qızı baş prokurora və yüksək instansiyalara məktub yazaraq deyir ki, nəinki bu iş yanlış aparılır, hətta müstəntiq mənə prosesdə əxlaqsız təkliflər də eləyib. Təbii ki, bu böhtanlar ayaq tutur, yerimir. Xalidə İskəndərova barədə həbs qəti imkan tədbiri seçilir. Onun həbsindən sonra həmin qız bir daha gələrək etiraf edir ki, böhtan xarakterli məktubları dayısının göstərişi ilə yazıb. Hərbi ataşe olan şəxslə bağlı da, yəni həmin qızın dayısıyla bağlı cinayət işi ayrılaraq icraata götürülür. İstintaq bu qənaətə gəlir ki, Xalidə ilkin bıçaq zərbələrini ərinə, evin içində vurur. Ən ağır zərbələr də, yəni daxilə nüfuz edən zərbələr də məhz elə ilk zərbələr olur. Çünki bu zərbə arxadan vurulmuşdu və bıçaq qabırğaların arasından ürəyə nüfuz eləyə bilmişdi. Füzuli İskəndərov bu zərbələrdən sonra qaraja qaçır ki, maşına minib özünü xəstəxanaya çatdırsın. Lakin
qadın onu müşayiət edərək qaraja düşür və son zərbələri də ona elə qarajda vurur. Bu kəşməkeşli istintaq nəhayət ki sona çatır. Bütün xırda qara nöqtələrə belə aydınlıq gətirildikdən sonra bu dəhşətli cinayət işi məhkəməyə gedir. Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş də mətbuatın gündəmindən düşmür. Haqqında vəkillər tərəfindən saysız hesabsız vəsadətlər yazılsa da Xalidə İskəndərova 18 il azadlıqdan məhrum edilir. 2015-ci ildən həbsdə olan Xalidə İskəndərova 2025-ci ildə əfv edilərək cəzası yarı-bayarı endirilir. Bu hesabla o təxminən 3 il sonra azadlıqda olacaq. Salamat qalın.